Səhər-səhər özümə gözəl bir kofe hazırladım. Son zamanlar allergiyam var deyə ümumiyyətlə şirin, duzlu heç nə istifadə etmirəm. Tam olaraq pəhriz edirəm. Yediyimə, içdiyimə ciddi olaraq diqqət edirəm. Və məndə uşaqlıq zamanından yaranıb allergiya, bununla bağlı da zamanında müalicələr almışam. İndi isə hər dəfə fəsil dəyişən zaman biraz biruzə verir. Cüzi pəhrizdən sonra hər şey qaydasına düşür. Xahiş edirəm kanalıma abunə olaraq mənə dəstək olun. Videolar montaj edib paylaşmaq mənim bir günümü alır. Sizin abunə olub mənə dəstək olmağınız isə mənim üçün çox vacibdir. Bu gün biraz da təmizlik elədim, mətbəxi təmizlədim. Düzdür, hər gün təmizləyirəm iş gördükcə, amma bu aralar sobanı çox istifadə edirəm. Həm də onu dərindən silib təmizlədim və mətbəxin səliqəsi mənim üçün çox önəmlidir. Hər şey yerli yerində olmalıdır. Yuyulan süfrə və dəsmalları da öz yerlərinə yığdım. Və çəkməcələri silib təmizləyib, içini düzənlə yığıram. Video çəkməyə təzə başlayanda çox utanırdım. Nə danışacağam, necə danışacağam, kim baxacaq videolarıma. Kamera qarşısına keçəndə də həyəcanlanırdım. Ona görə əvvəlki videolarıma baxsaz, orada sadəcə əllərim düşür. Özümü göstərmirdim. YouTube-a başlayanda isə ən böyük dəstəkçilərimdən biri anam idi. Kanalımı qohumlara, dost tanışlara atırdı, məni izləsinlər deyə. Özü də videolarımı dəfələrlə izləyirdi ki, baxış sayı yığsın videolarım. Sonra isə düşündüm ki, günlük yaşamımı çəkim. İlla ki, kargo açılımı eləməyə ehtiyac yoxdur. İnsanlar bu cürdə izləyər və çox şükür ki, günü-gündən izləyici sayı artır, videolarıma baxış artır. Və mən bu işə sadəcə həvəs olaraq deyil, bir iş kimi ciddi yanaşıram. İnşallah sizin dəstəyinizlə də yaxın zamanda əziyyətimin bəhrəsini görərəm. Bu gün sizinlə fərqli mövzuda söhbət açmaq istəyirəm. Yeni ilə artıq 2 həftə qalıb. Xatırlayırsınızsa 2024-ün sonları manifest teması çıxmışdı. Və saat 12-ni vurduqda masa altında 12 üzüm yeyib arzu tutmaq, manifest etmək çox məşhur idi. Və hər yerdə bu cür videolar görürdüm. Nə yalan deyim, mən bunu etmədim, başqa cür manifest etdim. 2025-də yaşamaq istədiyim niyyətlərdən ibarət bir vision board, yəni arzular tablosu hazırladım. Çox təəssüf ki, mən onu kağız üzərində deyil, telefonda hazırladım. Yoxsa sizinlə də paylaşardım. Yaşamaq istədiyim arzuların şəkillərini birləşdirib telefonumun ekranına yapışdırdım. Və bir il müddətinə bu niyyətlər hər an gözümün önündə oldu. Hər dəfə telefonu açarkən, telefona baxarkən arzular tablosu ilə göz kontaktı qururdum. Və bu mənim şuuraltıma komanda olaraq siqnal göndərilirdi ki, bunlar var həyatımda. Bütün bunları yaşayıram. Burada püf nöqtə ondan ibarətdir ki, arzular tablosunu bir dəfə hazırlayıb, bir dəfə niyyət tutub kənara atmaq olmaz. Hər an, hər dəqiqə məşğul olmaq lazımdır. Əsas məsələ bu niyyətlərini yaşayırmış kimi hal-hazırda davranmaq lazımdır. Gündəlik istifadə etdiyimiz sözlərdə çox diqqətli olmalıyıq. Çünki şuuraltı və kainat hər an bizi dinləyir və ağzımızdan çıxan sözlər bizim taleyimizi formalaşdırır. Ən önəmli məsələ isə istəyirəm sözünün əvəzinə bu artıq məndə var, bu cür yaşayıram demək lazımdır. Çünki istəyirəm sözü şuuraltı və kainat üçün bu məndə yoxdur deməkdir. İstəmək enerjisi qıtlıq enerjisidir biraz da. Mənim hazırladığım vision boardda demək olar ki, %70-i niyyətlərimin yaşadım, reallaşdı, çox şükür. İnşallah ki, bu ildə sizinlə birlikdə arzular tablosu hazırlayacağam və düzgün arzular tablosu hazırlamağın püf nöqtələrini sizin üçün paylaşacağam. İşlərimi bitirəndən sonra özüm üçün nanə çayı hazırladım. Qara çayı da bir müddət ara vermişəm. Sakitləşdirici və yaşıl çaylar içirəm. Yanındakı konfetlərə isə fikir verməyin. Sadəcə görüntü olaraq qoymuşam yanına.
Çarşafları demək olar ki, bir həftədən bir yuyulmağa atıram. Çarşafların ömrünü uzatmaq üçün materiala uyğun dərəcədə 40-60 dərəcə istilik dərəcəsində yumaq və paltaryuyanı aşırı doldurmamaq lazımdır. Daha az paraşok istifadə etmək və sirkə və karbonat kimi təbii ağarcılardan istifadə etmək həm gigiyenanı qoruyur, həm də parçanın ömrünü uzadır. Eyni zamanda rənglərin solmaması və parçanın aşınmaması üçün tərs çevirib yumaq daha uyğundur. Eklat sevdiyim ətirlərdən biridir və Oriflame-lə sifariş eləmişdim bunları. Birini bacımın ad günü üçün, birini isə özüm üçün aldım. Hər ikisini endirimlə 70 manat əldə elədim. Düzdür, qoxular çox gözəldir, amma təəssüf ki, qalıcılığı azdır. Bir Azərbaycanlı adətlərinə görə göydən bir damcı yağış düşən kimi xəncər yemək Allahın əmridir. Biz də bu adətlərdən yan keçmədik və narlı toyuqlu bir xəncər bişirdim. Çalışıram yoldaşımı da bizim yeməklərə alışdırım. Bu arada o da xəmir yeməklərini çox sevir.
Boyunbağını yoldaşım biz sevgili olduğumuz vaxt hədiyyə eləmişdi. Deməli, ortada dünya klondur. Mənim adımın baş hərfi və öz adının baş hərfi də orada. O qədər çox sevirdim boyunbağını. Demək olar hər gün taxıram. İndi də çox sevirəm. Bu daş isə mənim üçün daha çox dəyərlidir. Çünki bunu yoldaşım öz əli ilə təmizləyib, belə bir düzəldib. Mən də onu bunun boyunbağıya taxmışam. Elə bunu da bir yerdə taxıram boynuma. Deməli, biz hər ikimiz də qız bürcüyük. Bu daşı əvvəl bilmirdik nə daş olduğunu. Təsadüfən deməyim, çünki həyatda təsadüf deyə bir şey yoxdur. Bu daş onun qabağına çıxmışdı. Bu da xoşuna gəlmişdi və bu daşı necə əziyyətlə təmizlədi, üstünü falan təmizlədi və belə bir hala gətirdi. Ona görə də bu daş mənim üçün qızıl boyunbağı falan da alıb. Amma bu daş mənim üçün hər şeydən daha dəyərlidir. Çünki bu o qədər əziyyətlə təmizləmişdi. Nə bilim, bəzən hər şey pul deyil, hər şey var dövlət deyil. Adi bir daşdan belə o dəyəri görmək olur həqiqətən. Belə. İnşallah ki, ömür boyu bunu saxlayacağam, istifadə edəcəm həm də. Hər axşam balkonumuzdan bu gözəl mənzərəni, atəş və şanlığı izləyirik. Bu gözəlliyi sizin də görməyinizi istədim. Kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Hələlik yeni vlogda görüşənədək.